Azərbaycan sənədli kinosunun əvəz olunmaz simalarından olan xalq artisti Yalçın Əfəndiyev milli kinomuzun inkişafında, xüsusən də elmi kütləvi janrda silinməz izlər buraxıb. İndi böyük sənətkarın zəngin irsinə və sənət yoluna işıq salan sənədli film Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə post-production mərhələsini tamamlayır. Naxışların yaddaşı, Səməd Vurğun kimi qiymətli əsərlərin müəllifinin öz həyatından bəhs edən bu film kino ictimaiyyətinin tanınmış simalarının xatirələri ilə daha da zənginləşir. Ekrana əsərinin yaxın zamanda tamaşaçılara təqdim olunması gözlənilir. Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev haqqında çəkilən sənədli filmin post-production mərhələsi tamamlanmaq üzrədir. Filmdə xalq artisti, mərhum kinorejissor Eldar Quliyev, xalq artisti, kinorejissor Oqtay Mirqasım, əməkdar incəsənət xadimi mərhum kinorejissor Cəmil Fəracov, əməkdar incəsənət xadimləri Nadejda İsmailova və Cəmil Quliyev, eləcə də başqaları çıxış edirlər. Filmin ssenari müəllifi və rejissoru Kamran Qasımov, təsvir rejissorları Rafiq Əliyev və Arif Zeynalov, montaj rejissorları Elçin Şükürov, İlqar Şükürov, bəstəkarı Yaşar Baxış, maliyyə direktoru Sevinç Xəlilova, prodüseri Kamran Qasımovdur. Xatirələr sahilində filmi 2020-ci ildə yarandı, yəni ideya olaraq. Çünki o vaxt biz Yalçın müəllimi yeni itirmişdik və hələ pandemiya başlanmamışdı. Hələ yəni biz bir çox şeylərdən xəbərsiz idik və o vaxt biz belə qərara gəldik ki, Yalçın Əfəndiyevin yaradıcılığından bəhs edən bir film çəkək. Onda xalq artisti, mərhum kinorejissorumuz Eldar Quliyev, əməkdar incəsənət xadimi Cəmil Fəracov və digər, yəni filmdə olan, hazırda sağ olan bizim böyük sənətkarlarımızdan müsahibələr aldıq. Onun xatirələrini bölüşdülər. Əsas ideya buydu ki, Yalçın Əfəndiyev xatirələrdə necə qalıb? Onun bir filmi var, Xatirələr sahilində, yeganə tam metrajlı filmidir və həmin o filmin adını biz bu filmə bir növ uyğunlaşdırdıq, Xatirələr sahilində. Çünki doğrudan da bu bir sahildir, yəni insanlar onu artıq o xatirələri o sahildə axtarırlar, Yalçın Əfəndiyevin sahilində tapırlar. Xalq artisti Yalçın Əfəndiyev Azərbaycan sənədli kinosunun inkişafında müstəsna xidmətləri olmuş kinematografçılardandır. Xatirələr sahili bədii naxışların yaddaşı Yusif Məmmədəliyev, Səməd Vurğun qayıdacağına inanırdı və digər sənədli filmlərin rejissoru olub. Yalçın Əfəndiyev daha çox Azərbaycan sənədli kinosunda elmi kütləvi janrın inkişafına töhfələr verib. Azərbaycanın qaymaq dövrü var idi, epoxası vardı, 60-cı illər, 70-ci illər. Film həmin dövr haqqındadır, film epox haqqındadır. O dövr ki, Qara Qarayev, Fikrət Əmirovu, yazıcı Anarı, Elçini, digərlərini yetişdirdi. Bax, o pliyadada Yalçın Əfəndiyev də vardı. Mən düşünürəm ki, biz çox həssas bir film yaratmışıq. 41 dəqiqə ərzində tamaşaçılar təkcə Yalçın Əfəndiyevi yox, həm də o dövrü izləyəcəklər. Bilirsiniz, hər bir film əslində sənətkarı yox, sənətkarın dövrünü izləyir. Qeyd edək ki, Azərnew Media tərəfindən istehsal olunan Xatirələr sahilində sənədli filmin post-production mərhələsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən maliyyələşir.